Əşrəf Bayramoğlu Əsgərovun əziz və unudulmaz xatirəsini böyük məhəbbətlə yad etmək, onu tanıyanların ən müqəddəs borcudur. Dünyanın sonu görünməyən ayrılıqlarından biri də yaşamaq, yaratmaq eşqi ilə xəstəliyə qalib gəlməyə can atan, Kəlbəcərin, Mingəçevirin görkəmli ziyalısı Əşrəf müəllimin taleyinə 2026-cı ilin 22 mart günündə yazıldı. Acı xəbər Əşrəf müəllimi sevənləri dərindən sarsıtdı. Vəfatından bir həftə öncə ömrünün ən gözəl illərini sərf etdiyi Mingəçevir Turizm Kollecinin bir qrup müəllimləri ilə onu ziyarət etdik. Çox sevinən Əşrəf müəllim elə hey məktəb xatirələrindən danışırdı. Əşrəf müəllimin ömürgün yoldaşı Səyyarə xanım, gəlini Könül xanım, oğlu Anar bəy bizləri o qədər gözəl qarşıladı ki, heç bilməzdi ki, Əşrəf müəllimlə son görüşümüzdür. İnsanlığı, şəxsiyyəti, müəllimliyi, yazdığı əsərləri onun adını əbədi olaraq tarixə həqq etdirdi. Bu anda Azərbaycan poeziyasının görkəmli şairi Vaqif Aslanın Böyüklük şeirini xatırladım. Sanki bu misralar Əşrəf müəllim üçün deyilib. Böyüklük ilahi nurdur, işıqdır. Nə eləyə bilər ki, qaranlıq ona? Böyüyün hər yerdə alnı açıqdır. Yoxdur ehtiyacı bəzəyə, dona. Böyüklük alına yazılan yazı. Cəfakeş doğulur böyük olan kəs. Böyük şəxsiyyət olan Əşrəf müəllimin yaradıcılığında dostu Kamran Şirinovun ona həsr etdiyi Kəndim mənim, Tərtərə adlı şeirlərindən bəzi bəndləri sizlərə çatdırmaq istəyirəm. Abdullah uşağı kəndimdir mənim, o dağlar olmuşdu ürək həmdəmim. Çox təmiz axardı sərin zəmzəmim, ala bürünərdi yaşıl çəmənim. Olmazdı kədərim, olmazdı qəmim, göyərib qalxardı yaşıl səmənim. Anam çox sevərdi saçaqlı şalı, kübra evlərə döşərdi xalı. Əlifsət kamanda çaldı yallını, dəstənin başına çəkin ballını. O ağ geyimlini, üzü xallını, gözümdən qoymazdım ay camalını. Olmazdı kədərim, olmazdı qəmim, Abdullah uşağı kəndim mənim. Hardadır, görünmür o şirin dilim, diniyə solurdu al qızıl gülüm. Bəs niyə oxumur Şeyda bülbülüm? O da qan yaşını tökür tərtərə. Yeddi gəlin tutuşmuşdu qol qola, girdilər daşlara, girdilər kola. Qorxdular düşməndə girov qalalar. Namus, qeyrət tökdü onları tərtərə. Ruhları şad olsun. İndi isə Çələbi Dönməzin Əşrəf müəllimə həsr etdiyi
Müəllim ömrünü şeirini eşidək. Əşrəfdir adın, hörmətim var hər yerdə, adınla bir ucalır gördüyün işlərin də. Adın kimi vüqarlıdır işlərin, əməllərin, həyat təcrübən geniş, düşüncələrin dərin. Yaratdığın əsərlər buna bir nümunədir. Neçə elmi məqalən, hər sözün dürdanədir. Yüzlərlə tələbənin xidmətindəsən hər an. Elmin böyük sirrini öyrədirsən durmadan. Hamını heyran etdin, işinlə, sənətinlə. Tələbələr hamısı fəxr eləyir səninlə. Əşrəfdir adın, hörmətin var hər yerdə, adınla bir ucalır gördüyün işlərin də. Əşrəf müəllim, hər zaman sizi sevən insanların qəlbində yaşayacaqsınız. Ruhunuz şad olsun. Unudulmaz insan.